Növbəti bizim mərzətimiz Əzağa Nəcəfzadədir. Qarabağ Universitetinin Filologiya kafedrasının müdiri, filologiya üzrə elmlər doktoru, dosent. Mövzusu da Məmmədağa Sultanov Xəqani Şirvani irsinin ilk tədqiqatçılarından biri kimi. Buyurun, buyurun Əzağa müəllim, buyurun. Salam, xoş gördük sizin hər birinizi. Xankəndidən sizi salamlayıram, Qarabağdan. Yaxşı bir mövzuya müraciət eləmişik və ətrafında söhbət elədiyimiz mövzu bizə çox geniş imkanlar açır. Hələ gördük ki, Ülviyə xanımın çıxışından da ki, Xaqani Şirvaninin həm rəngkarlıqda, həm heykəltaraşlıqda təsvirləri, Əli-Muxtar müəllim çıxışından öncə bir film qoydu və orada Ələddin Abbasovun obrazında Xaqanini necə canlandırdığını gördük. Mənim fikrimcə hələ Xaqaninin heykəlləri də sonradan hələ bu obrazın təsiri ilə, yəni aktyorun simasından ilhamlanaraq rəssamlar tərəfindən yaradılmışdı. Deməli, Xaqani Şirvani yaradıcılığı Azərbaycan ədəbiyyatında geniş tədqiq olunması hələ bir böyük bir necə deyim, obyektmi, predmetmi ortaya qoymuş olur. Mən də Xaqani Şirvaninin əsərlərini Azərbaycan dilinə həm tərcümə edən, həm də onu ilk tədqiq edən bir müəllifi yada salmaq istəyirəm. Bu Məmmədağa Sultanovdur. Yəqin ki, siz Xaqani Şirvaninin Azərbaycan dilinə tərcümələrini vərəqləsəniz, sonda hər bir şeirin tərcüməçilərinin qarşısında M. Sultan imzasını görəcəksiniz. M. Sultan Məmmədağa Sultanovdur. O, Azərbaycan vaxtilə Respublika Əlyazmalar Fondunun direktoru, sonra isə Əlyazmalar İnstitutunun direktoru olub, ilk direktorudur. O, Azərbaycan əlyazmalarını bir yerə toplayıb tədqiq edən şəxsdir. Eyni zamanda gözəl, deyək ki, tərcüməçilik qabiliyyətinə malik olan şairlərimizdən biri olmuşdur. O, şairlik elədiyi dövrdə Azərbaycanda Nizami Gəncəvinin yubileyi qeyd olunur və həmin yubiley qeyd olunan müddətdə Səməd Vurğun tərcümə komissiyasının sədri olur. Məmmədağa Sultanovun tərcümə qabiliyyətini görəndən sonra deyir ki, biz hamımız şeir yazırıq. Amma sənin bizdən bir üstünlüyün var. Sən fars dilini çox gözəl bilirsən, çünki o özü Cənubi Azərbaycandan idi əsli. Ona görə də mən sənə məsləhət görürəm ki, bu istedadını bundan sonra deyək ki, klassik irsimizin tərcüməsinə sərf eləyəsən. O da Səməd Vurğunun bu, deyək ki, tövsiyəsinə əməl eləyərək uzun müddət tərcüməçilik fəaliyyəti ilə məşğul olub. Yəni, yaxın orta şərq klassiklərini və daha çox da Azərbaycan şairlərini, Qətran Təbrizini, Nizami Gəncəvini, Nəsrəddin Tusini, İmadəddin Nəsimini, Əssar Təbrizi, Məhəmməd Füzuli, Şah Qasim Ənvar, Heyran xanım Dümbili, Abbasqulu Ağa Bakıxanov, Mirzə Fətəli Axundzadə, Fatma xanım Kəminə, Mirzə İsmail Qasir, Mirzə Fəqir Ordubadi, Məhəmməd Hüseyn Şəhriyarın fars dilində olan əsərlərini Azərbaycan dilinə tərcümə edib, ümumiyyətlə onun tərcümə irsi 30 min misranı əhatə edir. Yəni, əgər biz baxsaq ki, Xaqani kimi şairin deyək ki, 20 min beytlik divanı var, Məmmədağa Sultanovun özünün də deyək ki, təkcə tərcümə elədiyi şeirlərin həcmi 30 min misranı əhatə eləmiş olur. Onun deməli, həm tərcümə fəaliyyətini, həm də tədqiqat fəaliyyətinin böyük bir qismini Xaqani Şirvani irsi təşkil edir. Məmmədağa Sultanovun ilk tərcümə kitabı Xaqani Şirvaninin seçilmiş əsərləri. Kitab müəllifi sağlığında nəşr olunub 1956-cı ildə, sonradan ikinci nəsri isə 1987-ci ildədir. Bu kitabın ön sözünün müəllifi Mirzə İbrahim olub. Yəni Azərbaycanın görkəmli yazıçısı, redaktoru isə Məmməd Mübarizdir. Yəni Mübariz Əlizadə. Mübariz Əlizadə qeyd edeyim ki, Firdovsinin Şahnaməsini Azərbaycan dilinə poetik tərcümə edən şəxsdir. Məmmədağa Sultanovun deməli tərcümələrində biz Tövhətül İraqi poemasını oxuyuruq. O 1959-cu ildə ayrıca kitabxanada nəşr olunub və Xaqani Şirvaninin Ürək Döyüntüləri adlı ayrıca bir kitabı da 1979-cu ildə məhz Məmmədağa Sultanovun tərcüməsində nəşr olunmuşdur. Burada təkcə Məmmədağa Sultanovun deməli deyək ki, tərcümələri konkret bir janra aid deyil, rübailərdir, qəzəllərdir, qəsidələrdir, xüsusən də Fəxriyə, Məhriyə kimi əsərlərini görə bilirik ki,
Bu da Məmməd Ağa Sultanovun gözəl tərcüməçi olduğunu nümayiş etdirir. Qeyd edeyim ki, öz müasirlərindən fərqli olaraq Məmməd Ağa Sultanov heca vəznində deyil, əsərin orijinalının vəznini və bəhrini, təfiləsini qorunmaqla şeirləri tərcümə eləmişdir. O özü tərcüməçi olmasına baxmayaraq, cavan yaşlarında Kommunist qəzetinin şöbə müdiri olduğu zaman görür ki, Əliağa Vahid, Azərbaycanın görkəmli qəzəlxanı, tərcümə ümumiyyətlə əsərləri nəşr olunmur və onu ümumiyyətlə nəşr eləmirlər, bir növ uzaqlaşdırıblar 30-cu illərdə. O belə bir üsula əl atır ki, Xaqaninin əsərlərini Əliağa Vahidə tərcüməyə verir. Ona görə də Xaqaninin qəzəllərini biz çoxsunu Əliağa Vahidin tərcüməsində oxuyuruq. Bununla da o həm böyük bir savab iş görmüş olub, həm də Xaqaninin əsərlərini iki dahinin imzasında günümüzə qədər gəlməsinə imkan yaratmış olur. Yəni biz Xaqaninin farsça əsərlərini Əliağa Vahidin tərcüməsində görürük. Səməd Vurğunun bu deyək ki, təşəbbüsü ki, Məmməd Ağa Sultanovu bizə bir şair kimi, tərcüməçi şair kimi tanıtdı. Eyni zamanda Xaqaninin həyat yaradıcılığının tədqiqatçısı kimi də yəni biz Məmməd Ağa Sultanovu görürük. 1947-ci ildə o böyük Vətən müharibəsi iştirakçısı idi. Müharibədən gələndən sonra Xaqani Şirvaninin həyat yaradıcılığı mövzusunda dissertasiya yazmaq işinə girişib. 1948-ci ildə o bu işi tamamlayır və Əfsələddin Xaqani Şirvani mövzusunda namizədli dissertasiyası müdafiə eləmiş olur. 1949-cu ildə o öz diplomunu alır, 1954-cü ildə Xaqani Şirvani həyatı, yaradıcılığı haqqında adında monoqrafiya nəşr etdirir. Bu da Qafar kəndlidən öncə Xaqani Şirvaninin həyat yaradıcılığı haqqında ən mötəbər elmi tədqiqat əsəridir. Həmin kitab haqqında qısa məlumat vermək istəyirəm. O, deməli, bu əsərində Xaqani Şirvaninin ilk dəfə dəqiq təvəllüd tarixini, doğulduğu coğrafi məkanın dəqiq hara olduğunu, həqiqi adının necə olduğunu, ölüm tarixini dəqiq müəyyənləşdirir. Və o dövrdə ona qədər Brown'dur, sonra Krımski kimi məşhur şərqşünaslar vardı ki, müəyyən xətalara yol vermişdilər, həmin o xətaları aradan qaldırmış olur. Bioqrafiyası haqqında Xaqaninin atasının kim olduğunu, anasının kim olduğunu, ailəsini, yaxın qohumlarını, xüsusən də əmisinin kim olduğunu, məlumatını dəqiqliklə verir və qeyd edeyim ki, indiki Dədə Günəş piri Şamaxı şəhərindəki fəaliyyət göstərir. Həmin o pir Xaqani Şirvaninin əmisinin məzarı olduğunu bildirir. Tədqiqatçı şairin əsərlərinin gətirdiyi nümunələrlə şairin deməli saray mənsubları, hakim dairələr, hökmdarlarla münasibəti, Şabran qalasındakı məhbəs həyatı kimi bioqrafik faktları ortaya qoyur ki, Əli-Muxtar müəllimin də göstərdiyi o filmdəki faktlar İsa Hüseynov və digərləri tərəfindən göydən götürülərək yazılmır. Konkret o faktlar əsasında ortaya qoyulur. Məmməd Ağa Sultanov Azərbaycan epik şeirinin bizə bəlli olan ilk nümunəsi, Tövhət-i İraqi poemasının ilk ətraflı tədqiqatçısıdır. O əsərin 11 əlyazma nüsxəsini, onlardan 6-sı Bakı şəhərində, 5-i Sankt-Peterburq şəhərində qorunur hal-hazırda, müqayisəli tədqiqata cəlb eləmişdi və orijinala yaxın variantının müəyyənləşdirilməsinə cəhd göstərmişdi. Yəni, o əsərin, belə deyək ki, elmi tənqidi mətnini bərpa edən şəxsdir. O yazır ki, təəssüf ki, bu maraqlı əsərin düzgün mətni əlimizdə yoxdur. Bizim görmüş olduğumuz 11 əlyazmanın heç biri mükəmməl deyil. İstər hadisələrin xronoloji tərtibi, istərsə də ayrı-ayrı hadisələrin təsviri, izahı cəhətdən bir-birindən əsaslı surətdə fərqlər görülür. Alim katiblərin deməli özbaşınalığı nəticəsində, yəni o əsərin üzünü köçürənlərin özbaşınalığı nəticəsində bu mühüm əhəmiyyətli əsərin deməli Xaqaninin bəzi divan və külliyyatlarına salınmamasından da təəssüflənir. Əsərin dilindən,
ümumi üslubundan çıxış edir. Tövhət-ül İraqeyni Azərbaycan ədəbiyyatında ilk mənzum səyahətnamə kimi qiymətləndirir. Şairin onun deməli, e, deməli burada yol qeydlərini göstərdiyi, gündəlik kimi yazdığını və bu əsərin tədricən yazıldığını, yolda yazıldığını dəqiqliklə müəyyənləşdirən faktları ortaya qoyur. Artıq Şirvanda ümumi əsəri tamamladığını, ona sığaltıma çəkdiyini qeyd edir və əsərin sanki bu tədqiqatın nəticəsində əsərin ərsəyə gəlməsinin bir ardıcıl prosesini belə görmüş olur. Monoqrafiyanın maraq doğuran cəhətlərindən biri də Xaqaninin bədii nəsli haqqında bizə ilk dəfə məlumat verməsidir. Məmməd Ağa Sultanov deməli bu tədqiqatın nəticəsində biz Xaqani qüdrətli bir nasir kimi də tanıyırıq. Tövhət-i İraqi məsələsinə yazdığı müqəddimədən bir parçanı o özü tərcümə edərək bizə təqdim eləyir. Şairin nəsrin dilindəki ifadəliyi də bizə çatdırmış olur. Alim yazır ki, bu müqəddimə vasitəsilə fars dilində olsa da 12-ci əsr ilk Azərbaycan nəsri ilə biz tanış olmuş oluruq. Məmməd Ağa Sultanovun bizə miras qoyduğu mənbələr sırasında Xaqaninin Xətmül Qəraib adında əsərinin də olması qeydinə rast gəlirik. Belə məlumatlarla o Xaqani yaradıcılığının daha geniş olduğunu bizə çatdırmaq istəyir. Xaqani irsini nəşr edəndən sonra o Xətmül Qəraib adında əsərinin də izinə düşdüyünü bizə məlumat verir. Beləliklə, Məmməd Ağa Sultanovun xaqanişünaslıq fəaliyyəti nəticəsində şairin Azərbaycan ədəbiyyatındakı mövqeyi, onun əsərlərinə yazılan nəzirələr, Orta Şərq ədəbiyyatına təsiri ortaya qoyulmuş olur. Alim Xaqani müxtəlif əlyazma mənbələrindən toplanan tam külliyyatının 25 min və daha artıq beytdən ibarət olduğu qənaətinə gəlir. Deməli, Məmməd Ağa Sultanovun ədəbiyyatşünası fəaliyyətində Xaqani, Şirvani və Yaxın Şərq ədəbiyyatı adında məqaləsi də var ki, o həm Xaqaninin özündən sonraki ədəbiyyata təsirindən danışır və Xaqani təkcə məddah saray şairi kimi qiymətləndirilmədiyini də göstərir ki, Xaqaninin ardıcılları onun əsərlərinə deməli, nəzirələr yazmaqla onun əsərlərindəki fəlsəfi ideyaları, məhəbbət motivlərini, didaktik məzmunları öz əsərlərində yaşadıblar. Alim qədim təzkirələrdən başlayaraq Xaqani haqqında ən mötəbər mənbələrin verildiyi məlumatları hamısını bir-bir sadalayır, onlara özünü münasibətli bildirir və Məhəmməd Öfvinin Lübabül Əlbab adında əsəri haqqında məlumat verir ki, Xaqani haqqında ilk bioqrafik qeydin məhz Lübab Əlbab əsərində olduğunu məhz biz Məmməd Ağa Sultanovun tədqiqatı əsəri əsasında ilk dəfə öyrənmiş oluruq. Məmməd Ağa Sultanov Xaqaninin poetik təqdimatını həyata keçirməklə yanaşı, onun həyat və yaradıcılığını da tədqiq edən görkəmli alimimizdir. O, Xaqaninin sələfləri sırasında daha sonra xələfləri sırasında Seyid Əzim Şirvaninin də adını çəkir ki, məhz Seyid Əzim Şirvaninin zamanından şikayət adı ilə tanınan əsərinin Xaqaninin deməli, həbsdə olarkən Rum Qeysərinə yazdığı məşhur Həbsiyyə əsərindən təsirlənərək meydana gəldiyini, qənaətini irəli sürür və Məmməd Ağa Sultanovun deməli, biz xatirəsini hörmətlə anırıq. Məmməd Ağa Sultanov deməli, qeyd edeyim ki, əməkdar mədəniyyət işçisi, müharibə və əmək veteranı, filologiya elmləri namizədi və Azərbaycanın görkəmli ədəbiyyatşünas, əlyazmaşünas alimi olmaqla yanaşı, həm də gözəl tərcüməçi şairimizdir. Onun ruhu qoy şad olsun. Bu il deməli Xaqani Şirvaninin yubileyi ilində biz Məmməd Ağa Sultanovu da yad eləyirik. Diqqətinizə görə təşəkkür edirəm. Hər birinizə uğurlar arzu edirəm.